Bizden bu sualda perimetr istəyir. Burada gəlin burada yəni B bucağından bir BH hündürlüyü olsun. Buradan deyir yəni alınır yəni düz bucaqlı. Onda bunlar birbirine beraber olacak. Onda burada olacak x ve eynən bu hissələr də birbirine beraber olacak. Burada olacak x plus 4. İndi bu yani bu ümumi AD idi. İndi biz AH-ı tapmalıyıq. AH da bərabərdir 2x plus 5-dən. Bu çıxmalıdır. X plus 4'ü. Bu da bərabərdir x plus 1'e. Buradan indi bura oldu böyle. İndi ben buradan bakın bu ABH üst bucağından Pifagor terimindən gedə bilərəm. Buradan da bunlar indi yəni hər birini açaq. Buradan bundan bu gedər. Qalar x kvadrat çıxılsın 2x plus 3 bərabərdir 0. İndi buradan da v ilə həll eləsək, bunların hasilləri 3, cəmi isə 2'dir. Onda bu da 3 ilə mənfi 1'dir. Ancaq biz burada yəni mənfi 1 olmaz. Burada 3 olacaq. İndi bura gəlir, buradan yerinə qoyacağıq. Yəni bizdən isə perimetr istəyir. Perimetrdə tərəflərin cəmidir bildiyimiz kimi. Heç nə. Burada da yəni tərəfləri cəmləyəcəyik və sonra da yerinə qoyacağıq x. İndi buradan da alınır 5x plus 11'e. Burada 5 vurulsun 3 plus 1 eləyər 16.